Salam aleyküm. Evin çöl görünüşü bu. Balaca bir bisetka, həm də ki çöl mətbəxi, manqalı. İndi hovuz soyuq hovuz olduğuna görə, yəni isti hovuz deyil, doldurmayıblar. Bu da evin özüdür. Giririk buradan içəri. Daxil olaq. Girən kimi burada həm qonaq otağı kimi, həm də mətbəxi. Daxil olan kimi sonra sağ tərəfdə 4 nəfərlik yatmaq üçün oradan sonra gəldik bura. Qoşa karavat. İşıqlar avtomatdan söndürüblər deyənə. Yandırmaq olmadı. Bir də gəldik bura. 2 nəfərlikdir. Burada bir dənə belə matras da var. Yəni atıb üstündə yəqin çox olsa bəlkə mümkündür. Bu da bunun sanitar qovşağıdır. İnşallah kim istəsə 055 567 74 75 070 567 74 75 nömrəsilə əlaqə saxlasın.